Salam, hər vaxtınız xeyir olsun. Bu videoda mən sizə 504 kitabından 15-ci dərsin izahını verəcəm. Başlayırıq birinci sözdən. Expand genişlətmək, ölçüsünü artırmaq, böyütmək mənasında istifadə olunur. Məsələn, cümlələrə baxacağıq. A variantındakı cümlədə deyir ki, as soon as bir şey olan kimi deməkdir, düzdür. We locate a new building. Yəni, yeni bina tapar tapmaz, yeni binaya yerləşər yerləşməz biznesimizi genişləndirəcək. İkinci cümlədə havanı çirkləndirən insanlara qarşı mövcud qanunlar genişləndirilməlidir. Üçüncü cümlədə isə comic strips, komik zolaqlarını genişləndirərək redaktor ümid eləyirdi ki, daha çox insan onun qəzetini alacaq. Alter isə dəyişdirmək, fərqli etmək, müxtəlifləşdirmək deməkdir. Məsələn, I altered my typical lunch and I had a steak instead. Tipik naharımı dəyişdim, onun əvəzinə biftek yedim. İkincidə, Dorothy, əgər paltarın qiymətini ona desəm, əgər açıqlasam, onu dəyişməyə razılaşdı. Üçüncü cümlədə isə to spend money to alter that. Konfet dükanını dəyişmək, köhnə konfet dükanını dəyişməyə pul xərcləmək absurd bir fikirdir, absurddur. Sonra gəldik mature. Mature isə yetkin, tam böyümüş və yaxud da inkişaf etmiş mənasında istifadə olunur. Cümlələrə gələndə isə I will tell that Mitch, deməli, Mitch'in işinə davam etmə tərzindən onun yetkin olduğunu başa düşdüm və yaxud da deyə bildim, yəni bu fikrə gələ bildim mənasında. Buradakı persist bilirsiniz də, nəyisə israrla davam etdirmək plan mənasındadır. İkinci cümlədə yalnız yetkin oxuma vərdişləri ilə insan bilik qazana bilər. Üçüncü cümlədə isə vacibdir ki, biznes dünyasında yetkin şəkildə davranmağın vacibdir. Sonra gəldik sacred. Sacred isə hörmətə layiq və müqəddəs mənasında istifadə olunur. Birinci cümlədə urgent need of money, təcili pula ehtiyacı olduğuna görə onun, yəni sacred medal, yəni müqəddəs medalını satmalı oldular. Yəni onun üçün dəyərli olan, çox dəyərli, müqəddəsi olan bir medalı satmaq məcburiyyətində qaldılar, satmalı oldular. Sonra ikinci cümlədə jurnalist tərəfindən aşkara çıxarıldı ki, müqəddəs məbəd dağıdılıbdır. Üçüncü cümlədə isə Kate valideynlərinə müqəddəs bir and içdi, müqəddəs bir vəd verdi ki, heç bir bazar günü kilsə xidmətini buraxmayacaq, qaçırmayacaq. Revise isə dəyişmək, yeniləmək, müasirləşdirmək deməkdir. Məsələn, mənim ailəm hava, hazy bilirsiniz də bulanıq deməkdir, dumanlı bulanıq. Hava bulanıqlaşdığı üçün həftə sonu planını dəyişdilər. Lüğət was revised, lüğət yenilənib daha bahalı nəşrdə çap olundu. Yenilənmiş qaydalara əsasən Shane eliminated, yəni çıxarıldı, ələndi, kənarlaşdırıldı yarışdan. Pledge isə söz vermək, vəd vermək mənasındadır. Məsələn, to tell the whole truth. Cinayətkar mənsublər heyəti qarşısında tam həqiqəti deyəcəyinə nədir? And içdi, söz verdi. İkincidə isə Monty yeni sevgilisinə sədaqət vədi verməyə tərəddüd eləyirdi. Bilirsiniz ki, reluctant, yəni könülsüz olmaq deməkdir, istəksiz idi bu mənada. Faktları aşkara çıxarmağa söz verən jurnalist oxucular üçün yeni sübutlar axtarmağa, dərindən axtarmaq, araşdırmaq və s. axtarmağa başladı. Daha sonra gəldik casual. Bu isə təsadüfi, planlaşdırılmamış, diqqət çəkməyən mənasında istifadə oluna bilər. The blind man, he walked away a casual manner. Əlil adamdan pul uğurlayan cani pulu götürüb, yəni normal bir davranışla, belə deyək də, diqqət çəkməyən bir davranışla oradan uzaqlaşdı.
made a casual remark about the brawl in the back room. Okay. Barmen arxa otaqda baş verən dava ilə bağlı, yəni normal, sıradan, təsadüfi bir şərh verdi, bir fikir bildirdi. Üçüncü cümlədə isə küçədə təsadüfi görüş, casual meeting, təsadüfi görüş. Təsadüfi görüşdən sonra bachelor, yəni subay oğlan, subay kişi, the widow. Widow isə dul qadın deməkdir. Dul qadınla dostluğunu neynədi? Yenilədi, bərpa elədi, belə deyək. Pursue isə izləmək, davam etmək deməkdir. Velosiped oğrusunun until he vanished from our vision. Görmə, belə deyək də, sahəmizdən yox olana kimi, çıxana kimi biz velosiped oğrusunu təqib elədik, izlədik. B variantında isə Erni çayı yuxarı doğru qayıqla onun mənbəyini izləyirdi. Erni çayı yuxarı doğru qayıqla gedərək onun mənbəyini izləyirdi. Burada isə the senior wanted to pursue okay. Son kurs tələbəsi həyat boyu şəhər məsələləri ilə məşğul olmaq istəyirdi. Yəni həyatını şəhərdə keçirmək istəyirdi. Davam elətdirmək istəyirdi falan, bu mənada yəqin ki olacaq. Daha sonra gəldik unanimous. Unanimous isə yekdil deməkdir. Tam razı mənasında, yəni hər kəs razı mənasında istifadə olunur. Məsələn, birinci cümləyə baxsaq əgər, sinif tənəffüs otaqlarının ləğvi məsələsində unanimous in wanting to eliminate. Ləğvi məsələsində yekdil idilər. Yekdilliklə razılaşdılar. Yəni, hamısı bir qayda olaraq razılaşdı, razı oldu. A və Union ittifaqımızda heç bir seçki yekdil səslə qazanılmayıbdır. Üçüncü cümlədə isə Senat vergi endirilməsinə, verginin azaldılmasına yekdil səs vermə ilə qərar verdi. Bu vasitə ilə qərar verdi. Fortunate isə bəxtə gətirən şanslı deməkdir. Məsələn, Wellesley was fortunate to have an influence. Okay. Wellesley bankda kifayət qədər pul olduğu üçün şanslı idi. İkinci cümlədə isə qıtlığın bizim kəndə təsir etməsi, təsir etməməsi, didn't affect. It's fortune, yəni xoşbəxtlikdir, bir şansdır. Üçüncü cümlədə isə uduzan tərəf şanslı idi ki, qalib çıxdı. Sonra gəldik pioneer isə ilk edən, yol açan, qabaqcıl mənasında istifadə olunur. Məsələn, mənim babam topdan satış məhsulları satmaqda, yəni ilk idi, yol açan idi, qabaqcıl idi bu mənada. İngiltərə turistlər üçün böyük gəmilər tikməkdə pioner olmuşdur. Yəni, təkrar deyirəm, pioner olmuşdur o mənada ki, yəni bunu eləyən ilk olmuşdur, ilklərdən olmuşdur. Dördüncü sinifdə Amerikalı böyük qabaqcılların şəkillərindən ibarət kolleksiya yığdım, kolleksiya düzəltdim. İnovativ isə yeni fikirlərə malik, yenilikçi, yaradıcı mənasında istifadə olunur. İnovativ deyir elə bizdə. Məsələn, kompüterlər üçün hazırlanmış yenilikçi reklamlar bir çox yeni müştəri cəlb elədi. İkinci cümlədə isə ofisimizdəki hər kəs yenilikçi təkliflərini, müdürün, rəisin yenilikçi təkliflərini neynədi? Dəstəklədi, təriflədi, daha doğrusu praise. Nicole yanaşmasını dəyişdirib daha yaradıcı olmağa qərar verdi. İndi isə gələk mətnin tərcüməsinə baxaq. Mətnin tərcüməsində biz görürük ki, burada John Dewey Liseyi barədə söhbət gedir, Brooklyn, New Yorkda yerləşən. Bunu necə adlandırırlar? Gələcəyin məktəbi adlandırırlar. Deyir ki, gələcəyin liseyi bəlkə də New York şəhərindəki John Dewey Liseyi ola bilər.
Located in Brooklyn, yəni Brooklyn-də yerləşən bu unikal, unique, yəni bənzərsiz, tayı bərabər olmayan unikal məktəb yetkin şagirdlər üçün, böyük şagirdlər üçün genişləndirilmiş, dəyişdirilmiş tədris proqramı, course of study tədris proqramı təklif edir. Sonra, müqəddəs hesab olunan o 40 dəqiqəlik dərs müddəti ləğv edilir. Ləğv edilib, əvəzinə 20 dəqiqəlıq vahidlər tətbiq olunur. Beləliklə, bəzi dərslər 20 dəqiqə, 40 dəqiqə, 60 dəqiqə, hətta 80 dəqiqə ola bilər. Və kurslar 7 həftəlik vahidlərə bölünərək have been revised, yenilənibdir. In Honor Study House, Honor Study House oxu zalı kimi bir yerdir yəqin ki. Orada şagirdlər səssiz oxumağa, səssiz şəkildə oxumağa neynirlər? Söz verirlər. Söz verirlər, and içirlər. Bu mənada istifadə olunur. Sonra gəldik. Generally, ümumilikdə deyir, müəllimlərin toward student, şagirdlərə qarşı olan münasibəti is casual, yəni sıradandır, normaldır, sərbəstdir, rahatdır. Və şagirdlər utilize the cafe, anytime, istənilən vaxt yeməkxanadan istifadə edə bilirlər. Və özləri seçdikləri dərsləri davam etdirirlər. So far, indiyə kimi the positive reaction, yəni müsbət reaksiya yekdildir. Yəni bir qayda olaraq hər kəsdən yekdil, bir qayda olaraq hər kəsdən müsbət reaksiya gəlir. Və hər kəs hiss edir ki, John Dewey liseyi şanslı tələbələri tədris və öyrənmənin yeni yollarını tapmaq yolunda pionerdirlər. Hər kəs deyir, başa düşür ki, hər kəs hiss edir ki, bu liseyin şanslı tələbələri tədris və öyrənmənin yeni yollarını tapmaqda pionerdirlər. Pioner nə idi? Qabaqcıl deməkdir də. Və we salute this innovative school. Biz bu yenilikçi məktəbi nə edirik? Alqışlayırıq.